Tanrının saflığından, ülviyyətindən, paklığından gələn bax beləcə qolça qopuzumuzun səsində könül dünyamızın qapılarını döyüb, səhərlərimiz xeyir, günümüz aydın olsun deyirik, sevgili tamaşaçılar. Allahın ən gözəl əsəri könüldür. Qalan hər şey ancaq əsərin əsərləridir. Əgər könlümüz Allahın ən böyük əsərisə, o zaman dilimizi tərbiyə etmədən öncə ürəyimizi və könlümüzü o gözəl sözlərə, o saflığa, o ülviyyətə tərbiyə edib, ilk kəlama Allahın adı ilə başlayıb, ürəkdən ürəyə gələn, qəlbdən qəlbə hopan sözlərimizlə, havacatlarımızla, duyğulu könüllərimizlə könül dünyamızın qapısını döyüb, sabahlarımızı salamlamağa gəldik. Mikail Müşfiq deyirdi, yazmaram ürəyim sizi anmasa, sizin eşqinizlə alovlanmasa, buradaca el durub məndən sordu ki, gözdən yaş çıxarmı ürək yanmasa? Qönçə açılarmı bahar olmasa, şölə titrəyərmi ruzigar olmasa, bu nəğmə ruhumdan qoparmı bilməm, mənə ilham verən dostlar olmasa. Biz də elə bizə ilham verən, bizə həyat eşqi, yaşamaq eşqi verən və bizi özəlliklə, gözəlliklə gözləyən, könlü gözəl, özü gözəl, ruhu gözəl bütün dostların könül dünyasının işığına yığışmaq diləyindən səhərlərimizi bir daha saz səsinə, muğam səsinə, tar səsinə, bax beləcə salamlamağa gəldik. Hər vaxtımız xeyir olsun, xoş gördük hər birimiz istəklilərimiz. Güzelim dünyanı sen gözümde zulmet eledin. Güzelim dünyanı sen gözümde zulmet eledin. Kalbimi ovlamağa esir meharet eledin. Hayalınla hayalınla geceler ot eledin sübhe kadar. Gözlerinle kovruyup yanmağımı qət eledin. Aman aydadım anay. Sen benim ölmeyime gel ki cesaret eledin. Ben dediğim naz eləyər,
naz eləyər, cövr eləməz bir bu qədər. Sanki düşmən kəsilib məndə davət elədin. Göyləri tutmaqdayken dili zar bir yazgın. Ay aman aman, yar aman aman, ah yar Göyləri tutmaqdayken dili zar bir yazgın. Ey məclis qurub yadlar ilə sən ki ziyafət elədin. Yetməsəm də vüsala Yetməsəm də vüsala, eşqin ilə yetdim kama. Yetməsəm də vüsala, eşqin ilə yetdim kamala. Yandırıb ahırla məni, yaxşı məhəbbət elədin. Əman aman, yarım aman, yar yar. Gəley mehri məhəbbətim, üzüm məndən niyə döndüm? Gəley mehri məhəbbətim, üzüm məndən niyə döndüm? Ağzı kəkərlə bir qəndim, ay balam, üzüm məndən niyə döndüm? Ağzı şəkərlə bir qəndim, ay balam, üzüm məndən niyə döndüm? Niyə döndü, niyə döndü, üzüm məndən niyə döndü? Niyə döndü, niyə döndü, üzüm məndən niyə döndü? Ağzı şəkərlə bir qəndim, ay balam, üzüm məndən niyə döndü? Ağzı şəkərlə bir qəndim, ay balam, üzüm məndən niyə döndü? Şairimiz Məhəbbət Kəlbəcərlidir. Hər birimizin yaxşı tanıdığımız Məhəbbət Kəlbəcərli. Və sazda öncə bizi bir gözəl havacafla ayaq verib müşayiət edən Əli Zeynalabdinov idi. Digər musiqili qonağımız isə ilk dəfə bizim proqramda olan Şəhriyar Qəmbəroğludur. O da özünün ən gözəl ifaları ilə bizi izləyən seyircilərin hər birinin duyğulu könüllərinə, sarı simlə yəqin ki, toxuna biləcək. İnşallah. Xoş gördük hər birinizi. Məhəbbət müəllim. Çox sağ olun, xoş gəlmişsiniz. Xoş gününüzə gəlmişik. Mən də öz növbəmdə duyğulu könüllər verilişinin tamaşaçılarını salamlayıram. Və elə bu duyğulu könüllər verilişi yarananda məndə çox böyük bir duyğu oyatdı. Bu duyğulu könüllər verilişinin adına da mən bir şeir yazdım. Elə həmin şeirlə mən tamaşaçıları salamlamaq istəyirəm. Bircə soyuq baxışdan yanıb tökülə bilər. Siz Allah toxunmayın duyğulu könüllərə. Paralanıb içindən tel-tel sökülə bilər. Dəyməyin səksəkəli, sayğılı könüllərə. Sirrini hər yetənə etməyin, bəyan durun.
Gördünüz sehirlənib, kənar qaçın, yan durun. Dərdini özü çəkər, siz ancaq həyan durun. Qıymayın darıxmağı qayğılı könüllərə. Onun öz dünyası var, yanar məhəbbət kimi. Özünü xülyalarda sanar məhəbbət kimi. Əl aparma hissinə, donar məhəbbət kimi. Gözləri quş yuxulu, uyğulu könüllərə. Aman da toxunmayın duyğulu könüllərə. Təşəkkür edirik. Bu Məhəbbət Kəlbəcəridən bizim duyğulu könüllərə bir şeir ərmağan olsun. Hədiyəniz olsun sizə. sizə. Var olun. Ancaq Məhəbbət müəllim, biz sizi o duyğulu könlünüzə toxunmaq məqsədinlə, məramınla elə bilirəm ki, şeirdən də öncə, sözdən də öncə mütləq sizi vərəqlamaq üçün saz dinlənməlidir yəqin ki, hə? Sazdan bir havacat alaq və pərdə-pərdə obalarımıza, ellərimizə doğru havalanaq. Ayaq açaq, yeriyək, qanatlanaq. Güzel hey yurdum onu bir kız uzadı ben güzel hey yurdum onu başlığın elinden alıp gitti başlığın elinden alıp gitti. Çemenzar ya, yüreğimi bir ah kimi. Çemenzar ya, yüreğimi bir ah kimi. Şehirli bir tora salıp gitti. Şehirli bir tora salıp gitti. Düştü çok başlarını kızıl hey tacları düştü çok başlarını kızıl hey tacları Allah dadmışam gürbette her hayatları dadmışam gürbette her hayatları. Anam kelbe senin kumral saçları Anam kelbe senin kumral saçları Bir an köre evinde yolum gitti Bir an köre evinde yolum gitti Məhəbbət köyü Üzünde keder hey bir hala Məhəbbət köyü Üzünde keder hey bir hala Allah çemenden hayal Qana boyayandılar
Çəməndən hayal qana boyayandılar Köylərimi hürriyən atmış mindala Köylərimi hürriyən atmış mindala İsrafın suyuydu çalındı getdi İsrafın suyuydu çalındı Kıldı getdi lay balam ayla ayla balam ayla ayla balam ayla İsrafın suyuydu çalındı getdi Göyləri bürüyən 60 min nalə İsrafil suruydu, çalındı getdi. Məhəbbət müəllim, sizi söhbətə, danışıqlara, şeirə köhləməzdən öncə mən sazda bir balaca gəzişmə elətdim ki, görək o sazın tellərindən qopan o havacatlar pərdə-pərdə bizi haralara aparıb çıxarır, hansı diləkləri, hansı arzuları, hansı göynərtiləri sizə xatırladır. Bir şeiriniz var, deyir, Dədə Şəmşir nə giləyim var, elə məzarını darda qoyub gəlmişəm. El köşdünü, yurt yerini sazımda, sevgahımı tarda qoyub gəlmişəm. Daha nələri qoyub gəlib Məhəbbət Kəlbəcərli? Bu dağların bu üzü bizə məlumdur. Bu dağların o üzündə nələr qalıb, kimlər qalıb bu dağların o üzündə? Dədə Şəmşirlə başladıq. Özünüz davam eləyin. Çox sağ ol Çiçək xanım. Yenə necə deyim, o yaralı yerimizə toxundunuz. Vətən dərdi bu 20 ildir ki, bizim ən yaralı yerimizdir. Köçəri quş sayağı yaşayırıq. O budaqdan o budağa, o budaqdan o budağa. Hələ də isinişə bilmirik biz heç yana. Orada böyük Kəlbəcər kimi bir mahal qoyub gəlmişəm mən birinci. Orada ulularımızın məzarlarını qoyub gəlmişik. Ondan sonra da orada mən məhəbbətin uşaqlığını qoyub gəlmişəm. Orada məhəbbətin gəncliyini qoyub gəlmişəm. Daha doğrusu məhəbbəti mən orada qoyub gəlmişəm. Dağlar sizdən ötəri qovrulur içim gedir. Biçim vaxtı gəldi mi, içimdə biçin gedir. Kül olmadım odunda, çətin qalam yadında. Quşların qanadında dağlara köçüm gedir. Ürəyi saf şüşəyə, həsrəti sıx meşəyə, hər bahar bənövşəyə gecələr elçim gedir. Dönəm göydən ötənə, ötüf gözdən itənə, buluda bax, vətənə nə əlçim gedir. Zamanla davam qaldı, çatışmır havam qaldı, perişdim yuvam qaldı, heç oldum heçim gedir. Mən Məhəbbət müəllimin bir şeirinə köklənmişəm. Ən çox sevdiyim şeirlərdən biridir. Ancaq heç fikrimdə yox idi mən bu şeiri deyim. Çünki mən çox tədbirlərdə, çox verilişlərdə demişəm bu şeiri. Ürəyimdə özü boyda, sönməz qəmimdir Kəlbəcər. Atam, babam, nənəm, nəvəm, Allah kimimdir Kəlbəcər. Ocaq üstə qaralan sac, başdan düşən qızıl bir tac, kədərdən tox, sevincdən az, bəxti kəmimdir Kəlbəcər. Uçurladı dərd qoynunda.
Namərd gəzir mərd qoynunda, fırtınanın sərt qoynunda, batan gəmimdir Kəlbəcər. Məhəbbətin dar qəfəsdə, ümid gəzir gələn səsdə, paralanmış taxta üstə, paralanmış taxta üstə, sınıq simimdir Kəlbəcər. Atam, anam, nənəm, babam, Allah kimimdir Kəlbəcər, mənimdir Kəlbəcər, kimimdir Kəlbəcər. Dəcəl uşaqlığım, çılğın gəncliyim, azıb dumanların qatında qaldı. Arzumun kəsiyi, qəlbimin çatı, yalçın qayaların çatında qaldı. Düşmədi kəməndə bəzən kür atım, ilişif yalında qaldı muradım. Toylarda aldığım şalım, baratım, üzəngi verməyən atında qaldı. Məhəbbət, səbrimi üzən yağışda, telimə muncuqlar düzən yağışda, gözüm çiçəklərim bəzən yağışda, qarda daldalanan botunda qaldı. Söz oduna qalanmışıq bu gecə. Söz oduna qalanmışıq bu gecə bəhmən kimi. Bəhmən kimi bir hikmət çağırır. Birdən çaşıyıb su tökərsiz üstümə. Birdən çaşıb su tökərsiz üstümə. Alov dilli sücayəti çağırın. Sözdən kələk toxusun. Sözdən kələk toxusun, yoxsa yaqıb qarışdırar yuxusun. Qardaş xanım göyçə gülü oxusun, Kərəmiyə ədaləti çağırır.
Dağlar göz qulaq ol, qoyma korxa. Bilirsən ki, mənim könlüm səndədir. Səhər açılanda, axşam düşəndə, gecə yatanda da yönüm kəndədir. Nəğmən dodağımda, adın dilimdə, qulağın gözümdə, daşın belimdə, payızın üzümdə, qışın telimdə saxlamışam, əmanətin məndədir. Qoymayın üşüyə gəncliyim qarda, siz elsiz yandınız, mənsə kənarda. Yaxşı bilirsiniz ki, dağlar siz orada, burada məhəbbətin yaman gündədir. Ateşime gece yanar danaqlar, ey köhnə yaram, təzə saza sil bağlar. Yana yana kül olmuş ama dağlar, yana yana kül olmuş ama dağlar. Ha boş yere məhəbbəti çağırın, əzim vətən yaxşı. Əzləm ay balam vətən yaxşı, geyməyə kətan yaxşı. Gezmeye qərb ölkə, ölməyə vətən yaxşı. Canım, ya, canım, ya, ay Araz axır qıyqacı, ay qız, ay qız, ay qız aman. Araz axır qıyqacı, ay qız, ay qız, ay qız aman. Budur gəlir cüt bacı, dərdin alıyım. Budur gəlir cüt bacı, qadan alım. Biri məni göz görür, ay qız, ay qız, ay qız aman. Biri məni başımın tacı dərdin alım, biri başımın tacı dərdin alım, biri başımın tacı dərdin alım, biri başımın tacı dərdin alım. Ay çox sağ ol Şəhriyar, təşəkkür eləyirik, var olasan. Deyirdiniz, vətənlə bağlı son dövrlərdə xeyli yaxşı şeirlər yazmışsınız. Bəlkə o şeirlərinizdən alaq, hansı şeirlərdir? O sizi şair eləyib, gecələr yuxumuzu ərşə çəkən, yuxularınızı dara çəkən, yuxularınızı qarışdıran. Çiçək xanım, mənə elə gəlir ki, mən şair deyiləm. Bu yazdığım o şeirləri o vaxt o zümzüməli bulaqlar mənə pıçıldayıb. İndi mən onları qaytarıram. O kükrəyib, səddini aşan o sellər deyib, o çaylar deyib. Mən elə bir şair tapa bilmirəm ki, heç özüm demirəm. O bulağın zümzüməsi qədər, o kükrəyən sellərin o hay-harayı qədər şeirlər olsun və yaxud başqa bir mövzuda bir yazı olsun. Hələ mənə elə gəlir ki, mən həmən o səsləri pıçıldayıram, mən şeir yazmıram. Əsl şeir nədir ki sizin aləminizdə? Əsl şeir mənim nəzərimdə bax o bulaqların nəğməsidir. Burada əsl şeir Çiçək xanım, mənə elə gəlir ki, ən böyük şair, ən böyük yaxşı şeir yazan şair təbiətdir. Məhəbbət yazdığı şeirlərdən 10 dənəsini vərəqləsən, bəlkə də ikisi bir-birinin təkrarıdır. Ancaq təbiət yaratdığı o güllərdə, o çiçəklərdə minlərlə gül çiçək yaradıb, amma heç biri digərinin
təkrarı deyil. Hərəsinin öz ilahiyyəsi, öz ətri vardı. Bəlkə elə ən böyük şair, ən böyük yaradan Tanrının elə özüdür. Bəli, yəqin ki, bu təbiəti də yaradan Tanrının özüdür. Ondan sonra bir qism böyük şairi də tanıyıram mən. O da xalqdır, mən deyərəm. O sinəsi dolu, bayatı, ağı dolu nənələrimizdir. Şəxsən məclisimizdən uzaq, yas mərasimlərində o vaxt mənim uşaqlıq yaddaşımda da atamın bir əmisi qızı var idi, Fərcihan qarı. O musiqi özündən bəstəliyib, özündən ağı deyəndə mən deyirdim, ilahi kəş bunun yazdığının, dediyinin bir 10%-ni mən də deyə biləydim. Ondan sonra şeir yazan şairlərimiz gəlir. O da mənə elə gəlir ki, Füzulidən böyük mən şair tanımıram. Füzulidən sonra nə qədər şairlər yaransa, onun çevrəsindən çıxa bilmədilər. Heyrət ey büt, surətin gördükdə lal eylər məni. Surəti halım görən surət xəyal eylər məni. Mehir salmazsam mənə, rəhm etməzsəm munca kim, sayə tək sevdayı zülfün paymal eylər məni. Ey Füzuli, qılmazam tərki təriqi eşqi kim, bu fəzilət daxilən əhl-i kəmal eylər məni. Qaldı ki, Şeyx xanım, vətən mövzusundan hələ bizi qurtarmamışıq. Keçən il yubiley münasibəti ilə bu İsmail mənə bir şeir yazmışdı. Bir şair uğuru sayalı ola, Kəlbəcər alındı deyələr mənə. Dayan, sarı simə vurdun ay şair. Çətin sənin kimi duyalar məni. Bu kövrək yaşımda külə döndərib vətən torpağına yayalar məni. Görünmür telimdə külək darağım, nə şimşək qələmim, nə daş varağım. Çatmır o vaxtdandı səsim, sorağım, necə unutmasın qayalar məni. Düşəm boranına, axam selinə, sıxam gözlərimi yanan dilinə. Bəyaz zirvələrin düşsəm əlinə, qatıb həsrətinə tayalar məni. Həyan durub, sir daşına dönmədim, dönük çıxdım, dür daşına dönmədim. O dağların bir daşına dönmədim, haqqı var astırıb soyalar məni. Doğrandı məhəbbət bu dağı deyib, necə gəzdirirmiş bu dağı deyib. Ağ bir çək bulaqlar bir ağı deyib, axan göz yaşıyla yuyalar məni. Məhəbbət müəllim, gəh Füzuliyə bölündünüz, gəh vətən sarı bir bayatı çağırdınız. Məhəbbət Kəlbəcərli bilmək olarmı? Bu dünyaya nəyə görə gəlib? Hansı missiyanı yerinə yetirməyə gəlib? Mənə elə gəlir ki, vətən dərdi çəkən, həyatı boyu bir vətən niskili, sevgi niskili çəkmək üçün gəlib. Hansı sizi şair eləyib? Məhəbbəti şair eləyən məhəbbətdir, yoxsa vətən dərdi? Yox, açığını deyim ki, Şeyx xanım, məni şair eləyən çata bilmədiyim bir arzuydu, bir dilək idi. Mənə elə gəlir ki, o vurulan miskil idi. Yüzü bir şair yarada bilməyib. Biri 100 şair bada verən gözəllərin şəninə Məhəbbət Kəlbəcəri də xeyli şeirlər yazdı. Və mənim aləmimdə Məhəbbət Kəlbəcərinin yaradıcılığında sevgi şeirləri bütün mövzulardan daha gözəl alınır, əgər səhv eləmirəmsə. Bu dəm yəqin ki, köhlənəcəyiniz o ünvanlı şeirlər olacaq, yoxsa gözəllərə, yan keçmədiyiniz gözəllərə yazdığınız şeirlər? Şeyx xanım, gözəllər haqqında bir şey deyəcəm, amma gərək xətrinizə dəyməyə.
Nədən xətrimə dəyər ki? Şeir Bu oxuyun, baxın. gözəllər şairlərə o qədər zulm eləyir. O qədər toy tutub ki, bu həmişə də Zülm eləyib şeir tutuzdurub da, taya. Şeir yazdırıb. Ağ günə çıxarmayıb. Taya sizi belə gözəllikdə şeir yazdırıb və o da bütün musiqilərimizin, bütün alətlərimizin bəzəyinə çevrilir. Düşdü qığılcımı kimin qəlbinə, nar kimi əlində sıxdı gözəllər. Bəzən neçəsini vurub çəngələ, qanını barmağa yaxdı gözəllər. Qorxmadı gözləri gör ağacından, dərmədi çoxların nar ağacından, bəzən də astırıb dar ağacından, vermədi əlindən taxtı gözəllər. Dedim tüstülənib bişmə eşqinə, yalvardım zəhərdir, içmə eşqinə, yaxamı cırdım ki düşmə eşqinə, yerində evini yıxdı gözəllər. Məhəbbət getməyə cığır qoymadı, dilənçi saymadı, şair duymadı, yandırdı ürəyi yenə soymadı, gülüşüb kənardan baxdı gözəllər. Can nə qədər möhkəm olar, can nə qədər möhkəm olar, bir yanmış dili gəzdirir, arzumu dəfn eyləmişəm, ürəyim ölü gəzdirir. Öləzimir, közünə bax, saraltmışam, üzümə bax, köksümdəki dözümə bax, dərd adlı fili gəzdirir. Kipriyin xəncər tiyəsi, demədim qəlbə dəyəsi, duysaydın xəstə yiyəsi, çəməni çöl gəzdirir. Sevdamızın nərdi çətin, kim görmədi, gördü çətin, gözlərimin dərdi çətin, nə boyda gölü gəzdirir. Məhəbbətəm dağla məni, öləndə sağla məni. Zülflərinə bağla məni, zülflərinə bağla məni, desinlər dəli gəzdirir, görsünlər dəli gəzdirir, dəli gəzdirir, dəli gəzdirir. Yoxlayanda məni həsrət yoxladı, bir sevgi payızı ömrü haqladı, quşlar fəryadıma qanad saxladı, təpədən dırnağa qəmdir dedilər. Soyub ürəyini yondurar səni, özü tək içərdən dondurar səni, kənardır od alıb yandırar səni, məhəbbət yaralı simdi dedilər. Hadilə tuturam, sığallayıram, kiridə bilmirəm yetim dərdimi. Qulaq ver nəğməli bülbülə dönüm, bir nida üstündə ötüm dərdimi. Arzusu yaralı, qəlbi oxluyam, eşitmir yalvaram, qoymur yoxluyam. Mən ha əlləşdim ki gizli saxlayam, ağartdı bənizim, bətim dərdimi. Çıxmır bir ömürdür yaxam əlindən, dönəm göz yaşına axam əlindən, çırpındım məhəbbət çıxam əlindən, vermədi sümüyüm ətim dərdimi. Ay insafsız, ilqarını öyəydin, o qan salan gözlərini öyüncə, şah hökmünlə dar ağacı qurdurub, astıraydın yox sözünü deyincə. Yollarını göz yaşımla yuyaydım, həsrətinlə uyuşaydım, uyaydım, öz əlinlə öz gözümü oyaydım, baxışların yad baxışa dəyincə. Ümidlərim safa döndü, üzüldü, keçdiyimiz yollar boyu düzüldü, axdı yaşım qan yerinə süzüldü, əyilmədi, məhəbbəti əyincə,
əyilmədi. Məhəbbət əyildi. Mən dedim, sənsə də xoşbəxt olasan. Arxanca su atan gözüm göynədi. Tutdum ki, rəngini görən olmasın, əllərim içində üzüm göynədi. Titrədi dodaqlar, yandı baxışlar. Dönüb kirpiyimdən yağdı yağışlar. Ömrü qəm apardı, dizimi daşlar, səni haraylayan izim göynədi. Töhrə arzuları yolub apardı, bir tilsim düyməsi çalıb apardı. Məndən məhəbbəti alıb apardı, qalıb özü boyda közüm göynədi. Ləngimə, çal ey tarizan. Ləngimə, çal ey tarizan. Səcdə qılım, tarə gəlim. Şikəstə bülbül kimi mən şur eşidim, şura gəlim. Alışım naləsinə, dərdimi seygah oxusun. Sürünüm ayağına, mən əl açım, yarə gəlim. Məst olum otellərin mey süzülən badəsi ilə aparsın öz aləminə, bilməyim ki, hara gəlim. Zahidə, gəlmə mənim məclisimə fitva ilə, gəl səni haqq evinə mən aparım, kara gəlim. Neynirəm cənnəti mən, musiqi Məkkəm, Mədinəm, yanım cəhənnəm oduna, hey çəkilim, darə gəlim. Musiqi ilə siz bitirin məhəbbətin həyatını, paralanım otellərdə, qoy ciyarı parə gəlim, qoy ciyarı parə gəlim. Endim bulaq başına, yarım çıxdı qarşıma. Endim bulaq başına, yarım çıxdı qarşıma. Sevda nədir bilməzdim, o da geldi başıma. Sevda nədir bilməzdim, o da geldi başıma. Gel güzelim, gel sevgilim, onun gözüm kurbanı. Güneş sönseydin mənə bəs eylə, güneş sönseydin mənə bəs eylər.
Bir vaxt oxlandığım gözlərdən betər bu segah nə durub qəsdimə mənim. Elə bil tellərdə şimşək oynayır, alovum qarışır tüstümə mənim. Bir ləkə qalıbdı ayda ahımdan, daşlar da yuxaldı çayda ahımdan. Buludlar qızardı göydə ahımdan, torpaq külə döndü istimə mənim. Məhəbbət, payızım, qışım göyərər, gül açar gözümdə yaşım göyərər, öləndə torpağım, daşım göyərər, segahla gəlsəniz üstümə mənim. Öləndə məzara yendirin məni, kamanın yaralı qolları üstə. Söndürməyin məni, yanım, tutuşum, segahım pərişan telləri üstə. Çıxıb ulduzlara ahım dayansın, göylər alovumdan yaşıl boyansın. Mən oyanmasam da dərdim oyansın, Zabulun sehirli dilləri üstə. Axan göz yaşımdan sular duruldu, yoxsa həsrətimdən aləm yoruldu. Neçə məhəbbətə güllə vuruldu, muğamın vurduğu gülləri üstə. Hey özümü baram dağa daşa vursam da Hey özümü dağa daşa vursam da Əbəsimiş səni yaydan sorsam da Polat kimi
birdən də Polad kimi olsam da dönüb ollam gözlərinin köləsi. Qulaq verdim elə ki mən səsinə, məhəbbətin bulaqlarda oxundu. Baxışların tilsimlənmiş ilməsi sinəm üstə naxış-naxış toxundu. Dinlədiyim nə mahnıdır, nə seycə, içimdə sim qırıldıca, dindica. Sevirəm günahdır, sevmirəm günah, o qız mənə nə uzaq, nə yaxındır. Nə qəm nəğmədi çaldı məhəbbət, nə haraydı deyin saldı məhəbbət, yalan xəyallara daldı məhəbbət, əbəs yerə o günlərə toxundu. Ay məhəbbət bir zaman quş tək sardım, eşq ilə dağlara yol açardım. Başımı götürüm başımı götürüp bəlkə qaçardım, olmasaydı gözlərimin tələsi. Əzdirəm ey dağı düzdən, zülfünü ay balam dağı düzdən. Əzdirəm dağı düzdən, zülfünü dağı düzdən. Könlüm evi virandır, ayırmır dağı düzdən. Aman aman ay aman. Vedad aman ay aman, ayar 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 ay aman ayda da fayda. Yer yer kurbanın olur, aşık heyranın olur. Güzellikte bir tane sen ayfer kurbanın olur, elber kurbanın olur, ayfer kurbanın olur, elber kurbanın olur, ayfer kurbanın olur, elber kurbanın olur. Çox sağ olun, sağ olun. Ürəyiniz oldu məhəbbət Bəli, mənim. çox gözəl. Haralar apardı sizi bu sevgi? Mən apardı o Keyti dağının döşündən qaytardı, gətirdi Çiçək xanım. Sarı simə toxuna bildi mi? Bəli, bəli, çox gözəl toxundu sarı simə. Çox Bəs sağ olun. bu sizin şeirləriniz o zümzüməli bulaqlardan süzülüb gəlirsə, bu səs hardan süzülüb gəlir? Elə o da o zümzüməli bulaqların səsindən süzülüb gəlir Çiçək xanım. Ona görə İlk bəstəni də bulaqlar oxuyub, ilk şeiri də bulaqlar yazıb, mənə elə gəlir ki. və ona görə bu dərəcədə məlahətli və bu dərəcədə şirindir. Çox gözəl elə. Bəxtiyar nədən oxuyur, hansı muğamla oxuyur bilmirəm, ancaq onu bilirəm ki, sarı simə toxunur. Bəli, çox gözəl tərzlərində, Şəhriyar da elə ondan da qardaşımıza çox sağ olun, çox gözəl bir evdə müşayiət elədilər. Çox gözəldir, orada gözəldir vallahi. Mən Məhəbbət müəllimin şeirlərinin əzbərimdə olanı yəni o qədər yoxdur. Əzbərimdə olanlar olsaydı bəlkə də o köklərim sizlə bahəm gedəcəkdim. Hansı dağda idiniz? Keyti dağı. Keyti dağına mən də gedəcəkdim. Hərçəndə ən gözəl, ən şirin, ən ali məqamlara apardınız, çıxartdınız. Hər birinizə təşəkkür eləyirik. Məhəbbət müəllim, bu qədər gözəl musiqilərin ağuşunda, çalarında bir balacana gəzişmə eləyək sizin şeirinizlə, poeziyanızla bağlı. Məhəbbət müəllim muğamdan yazdı, segahdan yazdı, vətəndən yazdı, gözəllərdən yazdı. Ancaq elə hey şeirlərindən bənövşə qoxusu gəlir. O hansı bənövşədir elə? Çiçək xanım, gərək bu sualı verməyəydin. Bu sirr olaraq mənim ürəyimdə qalmışdı. İlk məhəbbətim nəs gələndən sonra bənövşə ilə sevişdim.
bu sirri aramızda qalsın. Biz bilək bir də, siz bir də tamaşaçılar bilsə yedir. Çiçək xanım, bir əfsanə qısaca danışım. Lala ilə Bənövşə sevişib. Hər il görüş yerlərinə eyni vaxtda gəlib, eyni vaxtda da gedərdilər. Bir il təsadüfən Bənövşə vaxtı səhv salır, görüş yerinə tez gəlir. Yazın o Alaçalpov vaxtı gəlir. Gəlir o qədər gözləyir ki, Lalə gəlib çıxmır. O qədər dönüb yollara baxır ki, o vaxtdan da Bənövşənin boynu əyri bitir. Lalə isə vaxtında gəlir. Gəlir, Bənövşə nə qədər gözləyirsə, Bənövşə gəlib çıxmır. Lalə çəməndə elə yandı ki, o vaxtdan da elə Lalənin bağrında xal qaldı. Bağrı yanıq bir laləyəm, yol gözləmək üzər məni. Gümüldənib köl dibində lal Bənövşəm gəzər məni. Quzeydəki o nə səsdir, daldalanma yağış kəsdi. Mən yubandım, o tələsdi, çətin görüb süzər məni. Məhəbbətin nə gündəydi, görməmisən çəməndəydi. Günah səndə, nə məndəydi, yoxsa kəsdi nəzər məni. Günah nə səndə, nə məndə. Onda belə çıxır, günah boynu bükük Bənövşədə idi. Vaxtı səhv salıb Bənövşə tez gəlmişdi görüş yerinə. Bəlkə də elə Bənövşədə idi. Bu da Bənövşənin bir taleyi idi. Bənövşənin qisməti idi. Bir də ona görə çox bu Bənövşə mənim şeirlərimdə nəzərə çarpır ki, necə deyim, taleyimi Bənövşə taleyinə oxşadıram. Bəlkə də bundan irəli gəlirmi? Bəlkə təbiətinə ən məsum bir körpə bir qızı olduğu üçün bundan irəli gəlirdi, buna yazığım gəlirdi, bundan irəli gəldi. Mərd adam adətən şikayət etmədən əzab çəkir. Zəif adam isə əksinə əzab çəkmədən şikayətlənir. Bu baxımdan Məhəbbət Kəlbəcərli özünü hansında hiss eləyir? Hansı tərəfdədir? Bu çəkdiyiniz əzablardan şikayətçisizmi? Xeyr, çəkdiyim əzablardan şikayətçi deyiləm. Kuş dimdiğinden yarın hasretini götürsün, gelsin ala göz götürsün, gelsin. Belə kağıdın yoxdursa, az yaz bir yarpağa. Bir payız küləyi gətirsin, gəlsin ala göz gətirsin, gəlsin. Belə talih ki vermədi, Allah öz diləyir. Neynirəm göylərin
Güzmeler yine gayeller güzmeler Böyle dara düşsen yandım Sana bülbül 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 Az belə quşlələ Delən həyatını bitirsin Gəlsin ala göz bitirsin Gəlsin ay zalım bitirsin Gəlsin Belə çəksənməsin xəlvət Adin özünə Xalqalar döyməsin Çox dadır Özünə qala göz Çox dadır Belə can vermərəm gözdən Sana bülbül 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 Məbiş gözlə Özüm məhəbbətə yetirsin Gəlsin ala göz getirsin Gəlsin ay zalım getirsin Gəlsin Beləcə Aşıq Əli deyə, yəni aşıqlığın yoluna təzə-təzə qədəm qoyan Əliyə beləcə uğurlar diləyək. İkinci havası ilə, Mixail havası ilə ovqatımıza bir ovqat qatdı. Və Məhəbbət Kəlbəcəri də bilirəm ki, saza və muğama yaxın bir insandır. Yəqin ki, bu sazın axarında deməyə sözünüz olacaq Məhəbbət müəllim. Sağ ol Çiçək xanım. Bu Əli mənim bacım oğludur. Bəli. Və bir kişinin başdoğulu ilə oğlu güləşirmiş. Bu kişi deyir ki, ya Allah bacım oğlu yıxsın, ya Allah bacım oğlu yıxsın. Deyirlər, nətər oğlunun yıxmasını istəmirsən, bacın oğlunun yıxmasını istəyirsən. Deyir, qoy bacım oğlu yıxsın ki, desinlər dayısını oxşayır. Hə, indi yəni deyirsiniz ki, dayısını oxşayır elə. Yəni, mən də bu yolda Əliyə uğurlar arzulayıram. Bu, indi də sabiqəsində də ona da uğurlar diləyirəm və bir saz şeiri demək istəyirəm mən. Onda yəqin ki, sazın müşayiəti ilə mən onu müşayiəti gələcək onda. Demək istəyirəm ki, sazdan doğulmuşam elə bil ki mən. Əzəlim sazdadır, sonum sazdadır. Tellər qan damarım, pərdələr dağım qanıma yeriyir. Qanım sazdadır. Neçən akamları oldu xəzəlim. Elə paralandım çətin düzəlim. Yaxası tilsimli tərsa, gözəlim alovlar içində xanım sazdadır. Tellər haray salıb gəzdi səmanı. Qaldı o dünyaya dilqəm gümanı. Şüşədə olanda divlərin canı, məhəbbət mənim də canım sazdadır. Eşq olsun. Məhəbbət Kəlbəcərli sazdan doğulub, yoxsa tardan, muğamdan? Çiçək xanım, bu sazla tar, bu digər alətlər musiqimizin qoşa qanadlarıdır. Mən deyərdim tar, kaman bir qanadıdır, saz da bir qanadıdır. Bax bu musiqimizdə. Artıq bu saz bizim qanımıza yeriyib, biz
o sazın laylasında necə deyim, bəlkə də bir körpə kimi doğulub boya başa çatmışıq. Azərbaycan muğamı böyükdür. Siz bir-birindən ayırmadınız. Ancaq mən bir balaca bir sualla istəyirəm, görüm biraz bir üstünlük Məhəbbət Kəlbəcəri üçün nədədir? Yəni bu insanlardan, bütün dünyadan insanın bir təcili olub tək yaşamaq istəyi olur, arzusu olur. Hər kəsdən uzaqlaşıb xəyalların aləmində tək yaşadığı məqamda onda sazın ağuşuna atılardı, yoxsa muğamın? Onda muğamın ağuşuna atılardım Çiçək xanım. Onda muğamda üstünlük var. Qocaldır insanı, qocaldır zaman. Qocaldır insanı, qocaldır zaman. Ürəyinə ateşi közü qocalmır. Dağlar yay daşlar qocaldan zaman. Ay Çiçək xanım bəsmiyə gedəsən özü qocalmır. Gitti baharımız yer kışa kaldı. Gitti baharımız yer kışa kaldı. Güdüler kara kaldı, yağışa kaldı. Bizimki bir gurur, ay canım benim. Bizimki bir grup akşa kaldı, neyleyim arzunu, razı kazanmam anay.
cəmi dərddən budur betər. Cəmi dərddən budur betər. Şəmşir dada kimlər yetər. Elə dost var yandan ötər. Çöreğin çayın olmaz. Ay can, lay lay balam ay lay, körpe kuzum ay lay, lay lay balam ay lay, körpe kuzum ay lay. Bəxtiyar, rica edirəm, mikrofonu mənə ötürəsən. Mən Məhəbbət müəllimin himcimindən belə anladım. Dedi ki, Əli də qəşəng oxuyur. Elə isə eksprompt olaraq bir Əlidən də bir ifa alaq. Əli, səni saz kimi, aşıq kimi tanıyırdıq. Muğam da oxuyursan. Hə, muğam da hazırlaşır. Baxaq görək Əlidə bir muğam boğazı necə alır. Gerçi məhəbbət aləminin çox səfası var. Gerçi məhəbbət aləminin çox səfası var. Hər qara zülfəm meylədənin min belası var. Aşık şikayet eylemez, her dövre sabreder. Ay aşık şikayet eylemez, her dövre sabreder. Pervane sanma, ateşe yansa nevası var. Eman 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 ey, yarım eman eman ey, ayda da haydayan. Ay her aşinaya söylemek olmaz, vefası yok. Her aşinaya söylemek olmaz, vefası yok. Çek imtihana, belki bir ehli vefası var. Koyma kadar
koyma qədəm diyarı, məhəbbət bəlalıdır. Ay koyma qədəm diyarı, məhəbbət bəlalıdır. Nə ibtidası var, nə də ki imtihası var, aman şairlər içrə, şairlər içrə, şairlər içrə sanma hünərsizdir vahidi. Vahid nə olsa da, vahid nə olsa da, yenə bir iddiası var. Ya, ya, ya. Aman aman, aman ayda dibində deyil. Eşq olsun Əli, mən onu bilirəm ki, saz müsabiqəsində hansı yeri tutacaqsan, hansı pilləyə qədər gəlib çıxacaqsan, onu bilirəm. Ancaq səni muğam müsabiqəsinin münsifləri mütləq aparacaqlar. Bəli, inşallah. Mən özüm də indi Bakıda muğamdan təhsil alıram. Sağ olsun ustadım Eytiram Hüseynov, gözəl səslərimizdən, gözəl oxuyanlarımızdan biri Eytiram Hüseynovdan dərs alıram. Hardan saza gəlirsiniz? Saz, yəni birini Saz buna kökdən gəlib, Şeyxanım, oradan gəlib. Saz əlindən almalı. Mən göz açıb saz görmüşəm Bu qandan keçib ona. Göz açıb saz görmüşəm. İndi də belə də muğamdakı sazla Ustadınıza bərəkələ. Milli sərvətimiz. Ustadınıza bərəkələ. Dayı hansını seçir? Aşıq olsun yoxsa xanəndə? Ya, muğama sizdən geçsin. Muğama geçsin, hə? Hə, ancaq gəlib saz müsabiqəsinə qatılıb sizə uğurlar diləyirik. Çox sağ olun, çox sağ olun. Mən də bir daha hamını salamlayıram. Bir daha xalqımdan səs gözləyirəm ki, Dəstək istəyirsə. dəstək istəyirəm ki, bəli, 5-ci saz yarışmasında Mən sənin saz müsabiqəndə yox, söz verirəm ki, muğam müsabiqəsində mütləq səs verəcəm. Çünki muğam oxumağın məni daha necə deyim, daha zövq verdi muğam oxumağın və inşallah verilişimizin sonuna yaxınlaşırıq. Verilişin sonunda bax bu Bəxtiyarla, Şəhriyarla bərabər sonluqda səndən də bir ifanı onlarla bahəm almaq istəyirəm. Hər halda başınızda bunu nizamlayın ki, bizə sonda tamaşaçılara nə çatdıracaqsınız. Beləcə Məhəbbət müəllim sazın, sözü, muğamın axarında gəlib verilişin sonuna çatdıq və belə deyirlər ki, zaman da pula bənzəyir. Lazımsız yerə xərcləməyəndə hər şeyə çatır. Biz bu zamandan, bizə ayrılan efir vaxtından necə yararlandıq, necə istifadə elədik. Hər halda elə bilirəm ki, müəyyən şeylərə çatdıra bildik, müəyyən ifalara yer ayıra bildik, sizin şeirinizə, yaradıcılığınıza toxuna bildik. Gəlib verilişin sonuna çatdıq. Yəqin ki, son olaraq ürək sözləriniz olacaq və qısaca bir ürək sözlərinizi verilişin sonu olaraq ala və verilişi mən qaplayım bir gözəl ifa ilə tamaşaçılarına xudahafiz edək. Buyurun. Çox sağ olun Çiçək xanım. Mənə elə gəlir ki, bugün az da olsa biz ürəklərə girə bilmişiksə, onda çox gözəl. Böyük Məmməd Araz deyirdi ki, ürəyə girməyi bacarmaq azdır, ürəkdə qalmağı bacarmalısan. Əgər biz bugün bir 5-10 ürəkdə qala bildiksə, çox gözəl. Xoş olsun bizim halımıza. Mən hər birinizə təşəkkür eləyirəm. Və müdriklərdən biri belə deyir ki, hər xeyirxah əməl göylərə aparan nərdivanın bir pilləsidir. Bugün biz öz əməlimizlə, öz işimizlə, öz musiqilərimizlə göylərə aparan o nərdivanın neçə pilləsini yapa bildik deyə bilmərəm. Bu hər halda tamaşaçıların özünün ürəyindən gələn o sədalar bizə dəyərləndirib qiymət verəcək. Və belə deyirlər ki, kiminsə xoşbəxtliyinin arxasında kiminsə fədakarlığı durur. Bəli, biz əgər
bizim işimiz könüllərdirsə və biz könüllər yapmağa gəliriksə, bu könülləri yapınca biz nə qədər fədakarlıqlar eləyiriksə, bunun arxasında da nə qədər insan zəhməti, nə qədər insan əziyyəti durur. Hər halda bizim son olaraq sizə deyəcəyimiz nə olar ki, sıxıntının son olduğu, dualarınızın qəbul olduğu, səhərləri diləmək eşqindən Allah amanında və eksprompt olaraq bizim bu ifaçılardan nə gəlir sonda gəlsin görək.